Bugün bir yerə yığışıb axır ki öz sözümüzü deməliyik. Əziz dostlar, siz başa düşün ki, vəziyyət o qədər gərgindir ki, neçə illər bu sənətlə məşğul olub, müsabiqə qalibi olan, festivallarda iştirak edən, konsertlər verən bir mən, dünyanın məsələn məşhur caz musiqiçisini bura dəvət edən, gürcü caz musiqiçilərinə konsert verən bir musiqiçi kimi, həmçinin Azərbaycanda caz vokalı inkişaf etdirən bir adam kimi və həmçinin Azərbaycanı dünyada təmsil eləmək istəyən bir caz vokalçı kimi mənim bütün yollarım bağlanır Mədəniyyət Nazirliyi tərəfindən, ən əsası da ki, Mənzər Nurəliyev tərəfindən bağlanır. Dəfələrlə müraciət eləmişəm, demişəm, mən sizdən çox xahiş edirəm, Azərbaycanımızı təmsil etmək istəyirəm. Mən sizdən nə istəyirəm ki? Azərbaycanımızı təmsil etmək istəyirəm ki, bizdə də caz vokal olsun, başa düşürsünüz? Bizdə də caz vokal inkişaf eləsin. Caz pianoçularımız çoxdur, ancaq caz vokal məsələsində biraz bizdə əksiklik var. Yəni, niyə görə başqa yerlərdə caz vokalçılar var, qonşu ölkələrimizdə, ancaq bizdə yox. Və inanın ki, utana deyirəm bunu, xəcalət çəkirəm. Görün, nə vəziyyətdə mənim kimi insanı çatdırırlar ki, bugün sizin qarşınızda bunu deyirəm. Profesional, musiqi ilə məşğul olan bir insan, hansı ki, həyatımı sənətə həsr eləmişəm, görün nə bir vəziyyətdir ki, mən deyirəm ki, qoymurlar məni vətənimi təmsil edin başqa yerdə. Nə etməliyəm? Ən gözəl musiqi ilə məşğul oluram və təpədən dırnağa qədər də sənətçiyəm. Və mənə elə gəlir ki, bu söhbətlərdən sonra, bu danışıqlardan sonra Mənzər Nurəliyev haqqında bir ölçü götürürlər. Çünki artıq bıçaq sümüyə dirənib də, yəni belə. Mənzər Nurəliyev oldu. Soyadını demirəm, elə Mənzər. Ümumiyyətlə, bu Mənzər kimdir? Bu Mənzər xanım kimdir? 2-3 ildir bu qadından bağlı insanlar bağırır, haray çəkir. Deyirlər də, en qədər şikayətlər var bu Mənzər xanımla bağlı. Təbii ki, Mədəniyyət Nazirliyində çalışır, oranın əməkdaşıdır. İnsanların, nə bilim, konsertlərdə, tədbirlərdə, təbii ki, pullu, ödənişli, dövlət tədbirlərində iştirak etmək üçün siyahını bu xanım hazırlayır, təqdim edir, onları dəvət edir. Bunlar da, özünüz də görürsünüz ki, hamısı yazılıb ki, qarşılıqsız deyil. Nura xanım da açıqlama verdi. Alma xanım var, bizim gözəl ümumiyyətlə, bizim gözəl müğənnimiz, xanəndə xanım, onun özü də, Samir Bağırov neçə gündə bar-bar bağırır ki, məni dəvət etdilər ki, Samir, gəl danışaq, sənə ad verək. Və o da deyir ki, təbii ki, o deyir, bilirdim ki, məni niyə görə çağırırlar. Təbii ki, buna görə çağırırlar, danışmaq, nə danışmaqdır? Ümumiyyətlə, bu Mənzər xanım kimdir? Yenə də deyirəm, təbii ki, bilirik ki, bu kimdir? Harada çalışır? Amma ümumiyyətlə, bu qadın kimdir ki, 3 ildir, 4 ildir bu qədər söz-söhbət gedir. Hələ də buna qarşı hansısa bir ölçü götürülməyib, hansısa bir tədbir görülməyib. İnsan tanıyıram ki, 50 qəpik hardansa pul alıb, onu rüşvətxor kimi, dələduz kimi, nə kimi cəzalandırırlar. Amma bu qədər söz-söhbətdən sonra, bu qədər ictimailəşdirmədən sonra bu Mənzər xanım deyir, təzədən, yenidən o insanları yığır bir yerə, müğənniləri, xanəndələri, hamısını yox, təbii ki, bəzilərini söz-söhbətlər, gileylər, nə bilim, təbii ki, orada onlar boş-boşuna yığılmır ki, yəqin ki, kimiz arxasıca planlar qurulur. Bu qadına qarşı bir dəvət edin, bir söhbət aparın ki, bu qadın kimdir, bu Mənzər xanım?